Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi edən Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodymyr Zelenski, Prezident Ofisinin rəhbəri, Müdafiə və Xarici İşlər Nazirləri ilə də müzakirələr aparıb. Türkiyəli diplomat iyunun 2-sində İstanbuldakı danışıqlardan sonra Erdoğan, Trump, Putin və Zelenski arasında görüşün baş tutacağına ümid etdiyini deyib. Bu yeni yapılacak görüşmede umarım artık teknik çalışmaların büyük oranda tamamlanmış olacağını da görmek mümkün olacak. Bundan sonraki belki aşamada bir liderler toplantısının gerçekleşmesi özellikle uzun süreli bir ateşkesin hayata geçmesi için çok iyi olur diye değerlendiriyorum açıkçası. Sayın Erdoğan'ın ev sahipliğinde, Sayın Trump'ın, Sayın Putin'in ve Sayın Zelenski'nin bu 4 liderin bir araya gelmesiyle İstanbul'da birincisi, ikincisi yapılan görüşmelerin aslında taşlanması mümkün olabilir. Biz bu görüşlərin davam etməsində maraqlıyıq, çünki bu il müharibəyə son qoymaq istəyirik və biz atəşkəsin yaradılmasında maraqlıyıq. İstər 30 gün, istər 50, istərsə də 100 gün. Ukrayna bu məsələni birbaşa Rusiya ilə müzakirə etməyə hazırdır. Rusiya tərəfi ilə nümayəndə heyətlərimizin sonuncu görüşündə bunu təsdiqlədik.